Hə qardaş, bir də elektromobillə sudan keçmə maşını xarab olur. Bu məsləhətləri Bakıda yağışlar yağan müddətdə çox tez-tez eşidirdik. Gəlin baxaq görək əslində reallıq necədir. Elektromobil əslində qalsa bu vəziyyətdə benzinli maşından daha etibarlıdır. Səbəb də çox sadədir. Batarya paketi hermetik bağlıdır. Su keçirmə standarta uyğun möhürlənib. Yəni içəriyə su girmir. Eynilə iPhone-u suya atanda əgər heç nə baş vermirsə, burada da heç nə baş verməyəcək. Yüksək gərginlikli sistem isə maşının gövdəsindən tamamilə izolyasiya olunur. Hə, ola bilər hər hansı bir nasazlıq olsa, sistem hər hansı bir elektrik sızıntısı aşkar etsə, sensorlar cərəyanı bir anda kəsir. Bir də bunu düşünün də, benzinli maşının mühərriki hava ilə işləyir. Həmin mühərrikdə xüsusi bir boru var. Ora hava daxil olmalıdır, yəni oksigen daxil olmalıdır ki, mühərrik çalışsın. Əgər həmin boruya su daxil olsa, mühərrik dayanır. Buna da hidravlik kilit deyilir. Elektromobildə isə belə bir boru yoxdur. Yəni onun mühərriki işləmək üçün oksigenə ehtiyac duymur. Amma bu o demək deyil ki, elektromobillə çay keçmək olar. Heç bir maşın dərin və uzun müddətli suya davamlı deyil. Xüsusilə də duzlu su korroziya yaratdığı üçün uzun müddət qaldıqdan sonra kimyəvi proseslər maşına yavaş-yavaş zərər verməyə başlayır. Fərqi yoxdur, elektromobil olsun, benzin olsun, dizel olsun.